Salam dostlar. Bildiyiniz kimi mən 10 ildən artıqdır ki, aqrar sahənin çatışmazlıqları, müasir aqronomiya tədbirləri, problemlərin akademik həlli, yaranma səbəbləri və s. mövzularda və demək olar ki, bütün mövzularda tam fermer səviyyəsində çatdırmağa çalışmışam. Haqq bildiyim mövzuları dinləməsələr də dönə-dönə paylaşmışam. Çünki əvvəl-axır mən deyənə gələcəklərini görür və hesablaya bilirəm. İstixana sektorunda demək olar ki, bütün detalları riyaziləşdirib paylaşmışam. 7-8 ilimi demək olar ki, ancaq istixana mövzularını həsr elədim və demək olar ki, nəzərdən qaçacaq heç bir detal qalmadı. 2008-dən istixana mövzularını, istixana təcrübələrini işlədim, dərs dedim, auditoriya hazırladım və öyünmürəm. Sadəcə demək istədiyim odur ki, bugün istixana sektorunda böyük bir Azərbaycanlı agronom auditoriyası var. 2012-2015-ci ilə qədər Ağarəhimdən başqa heç bir agronom yox idi istixana sektorunda. Hamısı xarici agronomlar idi. Və bugün çox sevinirəm ki, ölkədə müasir istixanalarımız yerli agronomlarımızla doludur. Ağarəhim qardaşımızın da az zəhməti olmayıb bu işdə. İstixana az profili ən çox mövzuları işıqlandıran profil idi vaxtı. Evimdə, universitetdə, kafedə və təsərrüfatlarda 300-ə yaxın tələbəyə dərs dedim. Yəni o vaxtı hər kəsin yadındadır. Evimdə 5-5 qruplara bölmüşdüm, dərs deyirdim. 2000-ə yaxın məqalə, müxtəlif cari mövzular, video materiallar və canlı yayımlar təşkil etmişəm və bugün sevinməyə bilmərəm. Çünki 4-5 ildir istixana sektorunda işləsəm də istixana mövzusunun paylaşımlarını durdurmuşam. O sektorda artıq xarici agronom da qalmayıb. Bəzi təsərrüfatlar xüsusi marağa xidmət edir, yəni ona görə xarici agronomlar saxlayır, amma yenə də ciddi çətinliklərini yerli agronomlarla ötüşdürürlər. Çünki xaricilər təcrübəsini burada yığmış dönərçilərdir. Əksəriyyəti də çətinə düşəndə balaqlarına düyün atırlar. Nəysə, bu işdə mənə kömək olan hər kəsə şəxsim adına təşəkkür edirəm. Bugün artıq açıq sahənin pambıq, taxıl, qarğıdalı, günə baxan və xüsusilə bağlar mövzusunda paylaşımlarımın bəhrəsini gördükcə qürur duyuram. Məsələn, 10 il bundan qabaq da şoran torpaqlar üçün paylaşımlarımda dolomit və gips kimi tərkiblərdən istifadə etməyə yorulmadan tövsiyə etməyimə baxmayaraq, artıq bu il bəhrəsini görürəm. Bu il artıq ölkədə kənd təsərrüfatı xarakterli dolomitlər, gipslərin həm satışı təşkil edilməkdədir, həm də xüsusi konsultantlar tərəfindən tövsiyə edilməkdədir. Bunun müəllifi mən deyiləm. 40-50-ci illərdən Alman və Rus mütəxəssisləri gipsin və dolomitin məhsuldarlığı aşağı olan torpaqlarda torpaq balanslaşmasında faydaları haqqında araşdırmaları eyni qədərdir. Əsasən 75-ci ildən Rus tədqiqatçılar daha çox araşdırmaqla, öyrənməklə torpaqlardakı reaksiyaları mövzusunda geniş tədqiqatlar aparıblar və daha sonra da Holland və Kanadada da tədqiqatlar daha da mükəmməlləşib. Mən sadəcə 10 ildir tövsiyə etməkdəyəm və səbr etməkdəyəm. Vəziyyətin bir nöqtədə artıq dirənəcəyini bilirəm və bugün həmin nöqtəyə gəlib çıxdığımızı da bilirəm. Ona görə də bugün bazarda kənd təsərrüfatı xarakterli gips və dolomitlər ticari markalar altında satılmağa başlayır. Və bugün rastlaşdığım əksər agronomlar gips və dolomit tövsiyə etməyə başlayırlar. Bunu kimsə incisə də, inciməsə də 10 illik zəhmətimin bəhrəsi görürəm və sevinirəm. Amma nə qədər sevinsək də düşünəndə ki, bu məsələlər ölkə üçün daha ciddi problemlərin yaranmasına səbəb olacaq. Çünki torpaqda dolomit və gips normasının hesablanması mövzusunu düzgün işlənmədikcə, torpaqlarımızda daha ciddi problemlər yaranacaq. Bu mövzuda maarifləndirmə aparılmadıkca daha ciddi problemlər çıxacaq ortaya. Çünki dolomit və gips çox ucuzdur. Tonu 200-250 manata olan bir materialdır. Yəni, o torpaq tənzimləyicisi kimi deyil, faydalı bir gübrə kimi baxacaq fermerlər ona, həm qiymətinə görə, həm də bazarda əl çatımlılığına görə, yəni daha çox əl çatımlılıq yaradılıb da bu günləri və çox istifadə edəcək torpaqlarında. Nəticədə daha ciddi və aradan qaldırılması daha çətin problemlər ortaya çıxacaq. Məsələn, 3-4 gün bundan qabaq hektara 120-130 kiloqram dolomit hesabladığım təsərrüfata 400-600 kiloqram dolomit tövsiyə ediblər. Bəli, torpağa 2,5 tona qədər dolomit vermək olar. Amma o torpağa yəni o torpaq üçün müəyyən hesablamalar aparıldıqdan sonra bu nəticəyə gəlmək olar. Yəni sözün qısası, torpaqların müxtəlifliyinə görə hektara 40 kiloqramdan 2500 kiloqrama qədər dolomit vermək mümkündür. Dolomiti biz də satırıq. Daha çox verilməsinin tərəfdarı olmaq bizim üçün daha çox sərf eləyir. Amma torpaqlarımızı zayi etməklə
pul qazanmaq işğalçı erməni ilə eyni siyasətə qulluq etməkdən başqa bir şey deyil də. Yəni eyni mənanı verir. İşğal işğaldır, nə dəxlisi var? Yəni əziz fermerlər, dolomit və gips torpaqda tənzimləyicidir. Tənzimləyici sözün leksik mənasını bir anlamaq lazımdır. Yəni müxtəlif işbazların tələsinə düşüb torpaqlarımızda səhvlərimizi azaldaq. Yəni düşməyək. Məsələn, duz yeməyin içində dadı tənzimləyir. Onu normadan çox qatdıqda bütün yeməyi zay eləyir, yeyilməz eləyir. Məsələn, pesok, yəni toz şəkər çayın dadını tənzimləyir. Onu çox qatdıqda şirin çay içilməz olur. Dolomit də bir növ torpaq tənzimləyicisidir. Onu da çox qatanda eyni nəticəsi olacaq. Ona görə də çalışın torpaq analiz etdirmədən dolomit istifadə etməyəsiniz və mütəxəssislərdən rəy alıb dolomit normasını hesablayasınız. Bu qədər. Təşəkkür edirəm.